Salam əziz şagirdlər, bugün OTK-nın növbəti blok sınaq imtahanı keçirilib. Gəlin həmin sınaqda tarix fənni üzrə hansı suallar düşüb baxaq. 31-ci sual. Böyük Səlcuq hökmdarı Sultan 1-ci Toğruldan fərqli olaraq Əmir Teymur, yəni Əmir Teymurun Toğruldan fərqli cəhətlərini tapmalıyıq. Cənubi Qafqaza hücum etmişdir hər ikisi. Dehli Sultanlığına yürüş edib, bəli, bu sadəcə Əmir Teymura aiddir 1398-ci ildə. Bağdad şəhərində hər ikisi tutub. Osmanlılarla müharibə edib, bu da sadəcə Əmir Teymura aiddir. Şirvanşahlarla müttəfiq olmuşdur, bəli, bu da Əmir Teymura xas xüsusiyyətdir. 2, 4, 5 C bəndi. Erkən feodalizm dövründə həm Bizans, həm də ki Ərəb xilafəti ilə diplomatik əlaqələr yaratmışdır. Yəni hansı dövlət həm ərəblərlə, həm də Bizansla diplomatik münasibətlər qurub. Frank imperiyası, bəli, 1-ci Karl, Frank imperatoru Böyük Karl həm Bizansla, həm də ərəblərlə diplomatik əlaqələr qurub. Dehli Sultanlığı ərəblərlə əlaqə qursa da Bizansla əlaqə qurmayıb. Albaniya dövləti, Albaniya hökmdarı Cavanşir də hakimiyyət dövründə hər iki dövlətlə diplomatik münasibətlər qurub. Osmanlı imperiyası bilirsiniz ki, yarananda ümumiyyətlə Ərəb xilafəti süqut etmişdi. Eyni ilə Axunlar yarananda da ərəblər hələ dövlət qurmamışdılar. Demək, 1-3 bizim doğru cavabımız olacaq. Hansı hökmdarın fəaliyyətinə aid xüsusiyyət verməyib? Şəddadilər dövlətinə son qoyub 1088-ci ildə 1-ci Məlikşah, Sultan Məlikşah dövlətin daxili müstəqilliyini saxlamaqla Səlcuqlara tabe olub. Şəddadi Əbləsuvar Şavur, Şirvanşah 1-ci Fəriburs, Tiflis müsəlman əmirliyini Səlcuq dövlətinə tabe edib Sultan 1-ci Toğrul. Demək, burada Səncərə aid xüsusiyyət yoxdur. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasında istifadəyə verilmiş neft kəmərləri Bakı, Tbilisi, Ceyhan 2006-cı ildir. Bakı Subsa 1999, Bakı Batum 20-ci əsrin əvvəllərində istifadəyə verilib. Bakı Novosibirski 1997, Tanap 2018. Bizdən istəyir 20-ci əsrin 90-cı illəri. Demək 2, 4 olacaq Y bəndi. Sonra 35-ci sual. Rusiyada 17-ci əsrdən fərqli olaraq 18-ci əsrdə təhkimçilik hüququ mövcud idi. Təhkimçilik bilirik ki, Rusiyada 1861-ci ildə, yəni 19-cu əsrdə ləğv olunub. Demək ki, 19-cu əsrə qədər, 19-cu əsrin ikinci yarısına qədər mövcud olub. Quberniya islahatı keçirilib, bəli, 18-ci əsrdə 2-ci Yekaterina Quberniya islahatı keçirmişdi. İdarəedici orqanların kollegiyalarda 18-ci əsrdə 1-ci Pyotr tərəfindən yaradılmışdı. Romanovlar sülaləsi 1613-cü ildən, yəni 17-ci əsrdən hakimiyyətdə idi. Manufakturalarda 17-ci əsrdən fəaliyyət göstərirdi. Y bəndi doğru cavabımız olacaq. Səfəvilər dövlətinin cədvəldə verilən dövlətlərlə ümumi cəhətini müəyyən edin. Ağqoyunlu dövləti, Teymurilər dövləti. Yəni o Ağqoyunlarla və Teymurilərlə oxşar cəhətlərini qeyd etməliyik. İnzibati cəhətdən bəylərbəyliyinə bölünürdü, Səfəvilər, Ağqoyunlar bölünmürdü. Osmanlı dövlətinin hər ikisi müharibə aparıb. Avropa dövlətlərindən hər ikisi diplomatik münasibətlər saxlayıb. Demək, 1-ə B, C uyğun olacaq. O zaman A, B, Y səhvdir. İkincisinə baxaq, Teymurilər. Şeybanilərlə dostluq münasibətləri mövcud olması bu səhvdir. Bilirsiniz, Şeybanilərlə müharibə aparıb. Paytaxtın İsfahan şəhəri, Səfəvlərin paytaxtı İsfahan olsa da Teymurlərin paytaxtı İsfahan olmayıb. Bayandurlu, yəni Ağqoyunlarla müharibə də hər iki dövlətə aiddir. Demək, 1-ə BC, 2-yə də C olacaq. Lukul və Pompeyin başçılığı ilə Romalıların hərbi yürüşləri nəticəsində Lukul və Pompey bilirsiniz, eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında yürüş etdilər və Atropatena dövlətini özündən asılı saldılar. Düzdür, A bəndi. Selevkilər dövləti 2-ci əsrdə məğlub edilib. Albaniyada yerli hökmdarların daxili müstəqiliyinə son qoyulub, bu Sasanilərə aiddir.
Romalı canişinlər Atropatından idarə etməyə başladılar. Lukul və Pompey yürüşü zamanı Atropatina Romaya tabe olsa da, Atropatinanı Romalı canişinlər yox, yerli hökümdarlar idarə edirdi. Parfiya süqut etdi, bu da yanlışdır. Parfiyanın da müstəqilliyinə Sasanilər son qoyub. 38-ci sual. Dərbəndilər Ağqoyunlular və Qaraqoyunlular üçün oxşar və fərqli cəhətlər istəyir. Avropa dövlətlərlə hərbi ittifaq qurub, bu Ağqoyunlu Uznəsənə aiddir, yəni 2-yə A aiddir. 16-cı əsrdə süqut edib, həm Şirvanşahlar, həm Ağqoyunlular. Demək, 4-ə də B aid olacaq. 4-ə B aid olanda o zaman A, C və D yanlışdır. 2-yə də A olanda cavabımız çıxır. Demək, 1. Şirvanşahlara aiddir, Terek döyüşündə iştirak edib, bəli, 1395-ci ildə. 2-yə A aid olacaq, qeyd etdik. 3-ə, yəni Qaraqoyunlara aiddir, Teymurilər dövlətinin paytaxtını tutub, bilirsiniz, Cahanşah 1458-ci ildə. Hamısı üçün oxşar cəhət D olacaq, yəni Qaraqoyunlular da, Ağqoyunlular da, Şirvanşahlar da Ərdəbil şeyxlərinə qarşı mübarizə aparıblar və onları məğlub ediblər. 39-cu sual. 1648-ci ildə bağlanmış Vestfaliya sülhünə əsasən Almaniyada katolik kilsəsinin bölünməsi rəsmiləşdirildi 1555-ci il Augsburg sazişi ilə. Alman dövlətlərinin öz dinlərini təyin etmə hüququ tanındı. Düzdür. Almaniya kiçik knyazlıqlara parçalanmasına son qoyuldu. Əksinə Almaniya bölünməsi, parçalanması rəsmiləşdi. Almaniya bilirsiniz ki, 1871-ci ilə qədər dağınıq halda qalıb. Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdirildi, bəli. Almaniya 1871-ci ildə birləşir. ABŞ-da Theodore Rooseveltin prezidentlik dövrünə aiddir. Seçki senzini Thomas Jefferson ləğv edib. Yeni xətt islahatı bilirsiniz, Theodore yox, Franklin Roosevelt-ə aiddir. Vətəndaş müharibəsi Avram Lincoln dövründə başlayıb. Latin Amerikası ölkələrinə qarşı mehriban qonşuluq da Franklin Roosevelt-ə aiddir. İri turistlərə qarşı mübarizə və onların dövlət nəzarətinə alınması Theodorun dövrünə aiddir. 41-ci sual. Xəritədə rəqəmlə göstərilmiş şəhərlərin erkən feodalizm dövrünə aid xüsusiyyəti müəyyən edilir. Burada biz diqqət etməliyik, erkən feodalizm dövrünə bizdən soruşur. 1. Göyçə gölünün qərbi, Dəbil, İrəvan. Həmin dövrdə erkən orta əsrlərdə Dəbil şəhərindən biz bəhs edirik. 3. Ərdəbildir, Xəzər sahilində və 2 də Dərbənddir. Səfəvi bilirsiniz, ümumiyyətlə feodalizmin son mərhələsində yaranıb və Səfəvi hakimliyin mərkəzi Ərdəbil şəhəri Ərdəbil hakimliyi 13-cü əsrdə yaranıb hətta və bu klassik feodalizm dövrünə aiddir. Yəni biz bunu 3-ə şamil edə bilmərik. Məhəmməd ibn Şəddad tərəfindən yarım müstəqil feodal əmirlik Dəbildə qurulmuşdu. 951-ci ildə 10-cu əsr, bu erkən orta əsrlər dövrüdür. Demək, 1-ə B aid olacaq. Sacilər dövlətinin paytaxtı Ərdəbil şəhəri olub. 3-ə C aid olacaq. Müəyyən müddət Haşimilər sülaləsi tərəfindən idarə olunub. Dərbənd əmirliyi 9-cu əsrdə bilirsiniz. Haşimilər sülaləsi burada müstəqil əmirlik qurdular. Demək, 2-yə də D aid olacaq. Doğru cavabımız 1-ə B, 2-yə D, 3-ə C olacaq. Gürcüləri məğlub etdikdən sonra Şəmsəddin Eldəniz tərəfindən geri alınmışdır Dəbil. Amma nə zaman? 1164-cü ildə. 1164-cü ildə 12-ci əsrdir. Yəni erkən yox, klassik feodalizm dövrüdür. Eyni ilə Səfəvi hakimliyi mərkəzi də 13-cü əsrdən olub. Ərdəbil şəhəri və erkən orta əsrlər dövrünə düşmədiyi üçün biz bu iki dənəsini ya A-nı ya da Y-ni götürə bilmərik. 42-ci sual. Sultan II. Bəyazidin hakimiyyət illərində Osmanlı dövləti Əmir Teymur hücumuna məruz qalıb 1-ci Bəyazid, Bolqarıstanı tabe edib 1-ci Bəyazid, paytaxtın köçürülməsi 2-ci Mehmedlə başa çatır, Misri tabe edib 1-ci Səlim, bəli, Ağqoyunlu hökmdarı Sultan Yaqubla
Səfəvi hökmdarı 1-ci İsmayılla Bəyazid dostluq, diplomatik münasibətlər qurub. Xəritədə rəqəmlə göstərilmiş xanlıqların Quba xanlığından fərqli cəhətlərini müəyyən edin. Baxırıq, burada 1 Qarabağ xanlığıdır, 2 Şəki xanlığıdır, Şəki və Qarabağ. 1-ci Rus-Qacar müharibəsi, yəni 1804-dən 1813-ə qədər olan dövrü biz götürməliyik. 1 də Qarabağdır, 2 də Şəki. Rus qoşunlarına ciddi müqavimət göstərməsi. Bilirsiniz ki, Qarabağ xanlığı Ruslara müqavimət göstərməyib və tabe olub, müqavilə imzalayıb. Hər il öz gəlirlərindən Rusiya xəzinəsinə xərac ödəmək öhdəsinə götürdü. Kürəkçay müqaviləsi ilə 1805-ci il 14 may tarixində imzalanmışdı bu müqavilə. Rus qoşunları tərəfindən işğal edilməsi, bu da yəni Azərbaycan şimal xanlıqları hamısı Ruslar tərəfindən işğal olunub. Rusiya ilə müqavilə imzalanması. Bəli, bu Şəki xanlığına aiddir. Şəki xanlığı da Qarabağ xanlığı kimi Rusiya ilə müqavilə imzaladı, amma Quba xanlığı birbaşa işğal olunmuşdu. Rusiya işğalına qarşı mübarizə hər ikisində baş verib. Şəkidə Səlim xan, Qubada da Şeyx Əli xan Rusiyaya qarşı üsyan qaldırıb. Komendant tərəfindən idarə olunması da 1-ci Rus-Qacar müharibəsi dövründə Quba xanlığına aiddir, amma Şəkinin daxili müstəqilliyi 1819-da ləğv olunub. Demək, 1 olacaq B, 2 olacaq A, C bəndi. Türk müsəlman mədəniyyətinə aid uyğunluğu müəyyən edin. Əlincə qalası Təbriz şəhəri 9-cu əsr. Əlincə qalası Təbriz yox, Naxçıvandadır. Demək, 1 səhvdir. Qüvvət-ül İslam məscidi Dehli 12-ci əsr. Düzdür. 1 yanlışdır. Uluqbəy rəsədxanası Səmərqənd. Uluqbəy rəsədxanasını bilirsiniz, Teymur hökmdarı Uluqbəy tərəfindən inşa olunub və Uluqbəy 15-ci əsrdə hakimiyyətdə olub. 11-ci əsr yanlışdır. Səlimiyyə məscidi Ədirnə 16-cı əsr. Bu da doğrudur. 2, 4 doğru cavabımız olacaq. Hülaki xanın başçılığı ilə Monqolların Ön Asiya yürüşünün nəticələrinə aid deyil. Hülaki xanın başçılığı ilə Monqolların bilirsiniz 3-cü yürüşü başlayır 1256-dan 58-ə kimi. Abbasilər süqut etdi. Bu düzdür. Bizdə aid olmayanı istəyir. Diqqətli olmalıyıq. Azərbaycandakı yerli feodallara malikanələrini idarə etmək üçün yarlıq verilməyə başlandı Monqolların 2-ci yürüşündən sonra. Demək, bu 2-ci yürüşünə aiddir, 3-cü yürüşünə yox. Cəlaləddinin Azərbaycandakı hökmranlığına son qoyuldu. Bu da 2-ci yürüşə aiddir. 5-ci Monqol ulusu yaradıldı. Düzdür. Hülakilər dövləti yarandı və Azərbaycanda işğal edildi. Demək, 2-3 doğru cavabımız olacaq. Səttar xandan fərqli olaraq Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri Qacarlar dövlətinə qarşı çıxıblar. 3 də Qacarlara qarşı çıxıblar. Cənubi Azərbaycana muxtariyyət tələbi bəli, ilk dəfə Xiyabani tərəfindən irəli sürülüb. Şah məmurlarını müəyyən müddət Təbrizdən çıxarıb, bu da ikisinə də aiddir. Demək, 1-ə təkcə B aid olacaq. Pişəvəri Cənubi Azərbaycanda milli hökumət qurub, bəli, bu Səttar xandan fərqli xüsusiyyətdir. Milli hökumət Xiyabani və Pişəvərinin oxşar cəhətidir. Burada doğru cavabımız çıxır. Təbrizdə yerli idarəetmə orqanı yenə ikisinə də aiddir. Məhz Cənubi Azərbaycana müstəqillik, muxtariyyət tələbini irəli sürmüşdü. Müstəqillik yox, muxtariyyət tələbini tələb etmişdi. Sonra 47-ci sual. 19-cu əsrdə Qafqaz canişinliyinin fəaliyyəti dövründə Şimali Azərbaycanda 19-cu əsrdə Qafqaz canişinliyi 1844-də yarandı, 1883-də ləğv olundu. Anlılar məhkəməsi Qafqazda yaradılıb adı bilirsiniz, Şimali Azərbaycanda. Kəndlər üzərinə hərbi vergi 1887-dir. Bu aralığa düşmür, bu da səhvdir. Kəndlərin feodal asılığı ləğv olundu 1870-ci ildə. Düzdür. Köçmək hüququ ləğv olundu kəndlərin 1853-də dövlət kəndlərin. Bu da düzdür, düşür bu aralığa. Alban katolikosluğu ləğv olundu 1836.
Bu da bu aralığa düşmür. Demək 3-4 doğru cavabımız olacaq. Xəritədə ulduzla işarələnmiş ərazinin 7-ci əsr tarixi. Baxırıq, burada Aralıq dənizi var. Aralıq dənizinin cənubunda bu ərazi Afrikanın şimal-şərqi Misirdir. Misirin 7-ci əsr tarixini tapmalıyıq. Qərbi Roma artıq 5-ci əsrdə süqut etmişdi. Səlcuq dövləti hələ yaranmamışdı. Frank imperiyası mövcud deyildi. Həm də Misir Frank imperiyası tərkibində olmayıb. Xaslı yürüşlər də hələ başlamamışdı. Rəşidi xəlifələri tərəfindən, bəli, bilirsiniz ki, Rəşidi xəlifələri Bizansı məğlub edib Misiri ələ keçirmişdi. Misiri, Suriyanı, Fələstini. 49-cu sual. Axund dövləti Axsuvar xan və Mihraqulu xanın dövründə Türkistana hakim oldu Axsuvar xan. Düzdür. Sasanilərə son qoydu. Ümumiyyətlə Sasanilərə ərəblər son qoyub. Firuz şaha Sasani taxtına çıxmağa kömək etdi. Bu da düzdür. Mihraqulu xan dövründə süqut etdi. Səhvdir. Əksinə öz inkişafının zirvəsinə çatdı. Mihraqulu xan Hindistanın şimal-qərbini tutdu. Düzdür. Göytüklərlə birlikdə Sasanilər dövlətinin torpaqlarını bölüşdürdü. Səhvdir. Əksinə Sasanilər Göytüklərlə bərabər Axund dövlətinə son qoyub, amma o da Mihraqulu xan dövrünə düşmür. Demək 1-ə A, C, 2-yə B olacaq. AXC dövründə Gürcüstanla münasibətləri aid deyil. Qarayazın yuxarı hissəsinin Gürcüstana verilməsi bilirsiniz. Qarayazı 2 hissəyə bölündü və yuxarı hissəsi ermənilərə verildi 1922-də. Bu da Azərbaycan SSR dövründə olmuşdu. Denikin təhlükəsinə qarşı birgə mübarizə aparıblar. Paris sülh konfransında sıx əməkdaşlıq ediblər. Batum vilayəti ilə bağlı qaldırılan iddianın AXC hökuməti tərəfindən qəbul edilməsi, bu da doğrudur. AXC-nin süqutu ərəfəsində. Tiflisdə Azərbaycan səfirliyi qarşılıqlı olaraq Gürcülərin Azərbaycanda Tiflisdə səfirliyi fəaliyyət göstərirdi. 51-ci sual. Çində xan sülaləsinin hakimiyyəti başladığı əsrdə Romada və Hindistanda. Çində xan sülaləsi hakimiyyətə başlayıb eramızdan əvvəl 206-cı ildə, yəni eramızdan əvvəl 3-cü əsrdə. Plebeylər xalq tribunu seçmək hüququ verildi. Plebeylərə xalq tribunu seçmək hüququ 5-ci əsrə aiddir. Bu səhvdir. Plebeylər tam hüquqlu vətəndaş oldu, düzdür, eramızdan əvvəl 3-cü əsrdə. İmperiya dövrdə eramızdan əvvəl 1-ci əsrə aiddir. Demək, 1-ə təkcə aiddir. B. Dəmir emalı başlandır. Yanlışdır. Makedoniyalara qarşı azadlıq mübarizəsi başlandı. Eramızdan əvvəl 4-cü əsr. Yanlışdır. Marina sülalası bütün ölkəni birləşdirdi. Eramızdan əvvəl 3-cü əsr. Düzdür. 3-cü əsrin ikinci yarısı. 1B, 2C olacaq. Eneolit dövrü Neolit dövründən fərqləndirir. Saxsı qabların hazırlanması Neolitdən başlayıb. İnsanların toxuzluqla məşğul olması Neolitdən başlayıb. Misdən əmək aləti hazırlanması Eneolit dövrünə aiddir. Qəbilə həyatında qadınların mövqeyinin möhkəm olunması, bu da ana xaqanlığı dövrünə aiddir. Ana xaqanlığı da üst paleolitdən başlayır erkən tunca qədər və bu dövrlər üçün oxşar cəhətdir. Xronoloji ardıcıllıq. Türkiyə Respublikasının NATOya daxil olması 1952, SSR-nin süqut etməsi 1991, Falkland böhranı 1982, Rusiya Federasiyası Krımı ilhaq etməsi 2014. Demək, öncə 1 olacaq 1952, sonra Falkland böhranı, sonra SSR-nin süqutu, sonra da Rusiyanın Krımı ilhaq etməsi. Məmməd Yusif Cəfərova aiddir. 4-cü Dövlət Dumasının deputatı olmuşdu. Daha sonra da Cənubi Qafqaz Komitəsində Azərbaycanı təmsil etmişdi. AXC-nin 4-5-ci hökumətlərinə Məmməd Yusif Cəfərov yox, Nəsib bəy Yusif bəyli rəhbərlik edib və Azərbaycanda neft kimyası üzrə ilk elmi laboratoriyanı Mövsüm bəy Xanlarov yaradıb. AXC dövründə parlamentin sədr müavini olmuşdur.
düzdür. 1, 3, 5 olacaq. Dehli Sultanlığı dövründə Dehli Sultanlığının idarəetmə sisteminə aiddir. Məhkəmə işlərinə qazılar baxırdı, düzdür. Ölkə inzibati cəhətdən uluslara bölünürdü, səhvdir bu. Teymurlərə və yaxud da Monqollara aiddir. Hərbi işlərə, hərbi və mülki işlərə baş vəzir baxırdı, düzdür. Maliyyə işlərinə dəftərdar Osmanlı dövlətinə baxırdı. Albaniya hökmdarı Urnayırdan fərqli olaraq 2-ci Vaçi. Sasanilərlə müttəfiq idi hər ikisi. Sasanilərə qarşı azadlıq mübarizəsi 457-463 2-ci Vaçiyə aiddir. Ölkənin paytaxtını da 2-ci Vaçi Qəbələdən Bərdəyə köçürdü. 3. Aquyun kilsəməsi isə heç birinə aid deyil. 3-cü Mömin Vaçaqana aiddir. 57-ci sual. Azərbaycan ordusunun hərbi əməliyyatları 2018-ci il may gündüz əməliyyatı, qisas əməliyyatı və lokal antiterror əməliyyatı. Lələtəpə yüksəkliyi aprel döyüşlərinə aiddir. Qırqız və Sarıbaba yüksəkliyi qisas əməliyyatına aiddir. Demək, 1-ə aiddir. Daha doğrusu, özür istəyirəm. Yazaq 1, 2, 3. 2-yə B aiddir. Şərur rayonunun Ağbulaq və Qızılqaya yüksəklikləri keçdi ordumuzun nəzarətinə gündüz əməliyyatından sonra erməni silahlı birləşmələrinin Xocavənddə yerləşən radiolokasiyası məhv edildi. Antiterror əməliyyatlarından sonra Xocavəndin Hadrut qəsəbəsi də Vətən müharibəsində 9 oktyabrda azad olunmuşdu. 1C, 2B, 3D olacaq. Situasiya sualına baxaq. Qalib dövlətlər İlk Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədilə konfrans çağırdılar. İlk Dünya müharibəsindən sonra bilirsiniz Paris Sülh Konfransı çağırılıb Fransada Versal sarayında. Konfransda imzalanmış müqavilədə Almaniya üçün müəyyən edilmiş hərbi məhdudiyyətlərdən ikisini yazın. Bilirsiniz Almaniya məğlub oldu və ondan Versal müqaviləsi imzalandı. Və bu müqavilənin şərtlərinə görə Almaniya bir sıra hərbi məhdudiyyətlərlə üzləşdi. Almaniya ordusu azaldıldı 100.000 nəfərədək. Almaniyada məcburi hərbi mükəlləfiyyət ləğv olundu. Həmçinin Alman donanması ixtisar olunmalıydı. Bəhs edilən konfransa dəvət edilməyən Avropa dövlətinin adını yazın və xəritədə müəyyən edin. Xəritədə 1 Fransadır, 2 İtaliyadır, 4 İngiltərədir, 3 Rusiyadır. Bilirsiniz, Rusiya və məğlub dövlətlər konfransa dəvət olunmamışdı. Yəni, doğacağımız 3 Sovet Rusiyası olacaq. Konfransın çağırılmasının mənbədə verilməyən məqsədlərindən birini yazın. Paris Sülh Konfransı bilirsiniz, dövlətlər arası münasibətləri nizamlamaq üçün çağırılmışdı və burada digər məqsədlərdən biri Almaniya və məğlub dövlətlərlə sülh müqaviləsi imzalamaq idi. Əziz şagirdlər, sizin üçün OTK sınavını izah etdim. Fikir və rəylərinizi şərh bölməsində qeyd edərsiniz. Sağ olun, sağlıqla qalın.